Yanvarın 15-i Bakı Dövlət Universitetində audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində mövzusunda Respublika Elmi Praktik konfrans keçirilib. Konfrans müasir informasiya cəmiyyətində audiovizual medianın dil mühitinə təsiri, dil normalarının qorunması və bu sahədə müşahidə olunan tendensiyaların elmi müstəvidə təhlili kimi aktual məsələlərə həsr olunub. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ana dilinin qorunması üçün dövlət səviyyəsində atılan addımlardan bəhs etdi. Hamımız da bunu yaxşı bilirik ki, Ulu Öndər necə səlis Azərbaycan dilində danışırdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev də Azərbaycanın mədəniyyəti, tarixi, milli mənəvi dəyərlərimiz, dil və ədəbiyyat məsələlərinə xüsusi həssaslıqla yanaşmış və yanaşmaqdadır. Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmailov isə qeyd etdi ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir. Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi mövzusunda konfrans keçirilmişdir. Müxtəlif istiqamətlər üzrə qruplaşdırılan tövsiyələrdə efir və media dilində normativ qaydalara riayət olunması, dilin zənginliyinin və bütövlüyünün qorunması, təlimənin təşkili, dil monitorinqi və elmi tədris bazasının güzəldilməsi kimi mühüm nüanslar nəzərə alınmışdır. Artıq Mətbuat Şurasında dil komissiyası yaradılmışdır. Ölkə mediasının sistemli monitorinqlə aparılması bu sayədə buraxılan səhvlərin apellik formada aradan qaldırılmasına təkan verəcəkdir. Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov deyib ki, ədəbi dil normalarına riayət edilməsi təkcə estetik məsələ deyil, eyni zamanda hüquqi və ictimai əhəmiyyət daşıyan məsələdir. Bu baxımdan mediada dövlət dilinin qorunması istiqamətində müvafiq cəza sanksiyaları da mövcuddur. Yeni informasiya çağırışları, rəqəmsallaşma, qloballaşma, sosial şəbəkələrin inkişaf etməsi, sürətlə yayılması Azərbaycan dilinin audiovizual mediada istifadəsinə həm də yeni bir tərəfdən imkanlar, bir tərəfdən də risklər gətirir. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qeyd edib ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə baş verən bütün müsbət və mənfi hallar, o cümlədən dil mədəniyyətinin səviyyəsi ilk növbədə mediada əks olunur. Mən deyərdim ki, Azərbaycan dilinə ən böyük zərbəni reklam dili vurur. Biabırçılıq. Biz amma bu reklamların qarşısını bilmirik. Çünki hər bir media orqanı həm də vəsait qazanmaq istəyir. Və pul verən tərəf həm də diktə edir. Azərbaycan dili yalnız kitablarla, yalnız mühazirələrlə, yalnız verilişlərlə tədris olunmamalıdır. Azərbaycan dili praktik şəkildə tədris olunmalıdır. Real Təhlil və İnformasiya Mərkəzi MMC-nin baş direktoru Mirşahin Ağayev qeyd edib ki, Prezidentin Azərbaycan dili ilə bağlı çıxışları və mövqeyi bizim üçün əsas yol xəritəsi olmalıdır. Amma çox istəyirəm ki, biz birinci növbədə dilin müdafiəsini, Azərbaycan torpaqlarının müdafiəsi tək təşkil etməli olduğumuzu başa düşək. Qəzet sıradan çıxmaqdadır. Azərbaycan dilinin ən etibarlı qoruyucu vasitəsi Azərbaycan qəzetləri idi. Gözümüzün qabağında sıradan çıxır. Qəzetlərin sıradan çıxmasını uyğunlaşırıq və vəziyyətin çıxmaqdan ötürü başqa addımlar atırıq. Bəzi qəzetlər həftəliyə keçir, bəzi qəzetlər fəaliyyətini dayandırır. Dili harda qorumaq lazımdır? Sosial şəbəkələrdə Nəsimə adına Dilçilik İnstitutunun direktoru Professor Nadir Məmmədli qeyd edib ki, dil ilk növbədə öz daxili imkanları hesabına inkişaf etdirilməli və zənginləşdirilməlidir. Dövlət dilinin inkişafı ilə bağlı yeni standartlar hazırlanmalıdır. Terminologiya sahəsində bilirsiniz kifayət qədər boşluqlar var. Bu boşluqları mütləq zənginləşdirən, unifikasiya etmək lazımdır. Doğrudur, indi biz süni intellektdən danışırıq, rəqəmsal platformadan danışırıq, ancaq yaddan çıxartmayaq ki, bu süni intellektin də rəqəmsal platformada müəyyən həddi var. Bu həddi keçəndə fəsadlar verə bilər. Ancaq elimizi ondan təcrid etmək istəmirik. Yəni, bu məsələlər mütləq nəzərə alınmalıdır. Bilirsiniz ki, Dilçinin üstündə orfoqrafiya lüğəti hazırlanır. Dilçilimizin tarixində ilk dəfə olaraq Azərbaycan dilinin orfoqrafiya lüğəti süni intellektlə hazırlanır. ARB 24 telekanalının icraçı direktoru Radik İsmailov isə bildirib ki, televiziya efirində rast gəlinin əsas problemlər daha çox tələffüz və vurğu ilə bağlıdır. Xüsusilə xəbər buraxılışlarında xarici adların və terminlərin düzgün tələffüzü ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir. Konfrans digər iştirakçıların çıxışları və müzakirələrlə davam edib. Qeyd edək ki, tədbir zamanı media qurumlarında daxili monitorinq qrupunun yaradılması təklif olunub. Aytən Verdiyeva, Vüsal Bayramov, Nuray Qədirli, APTV.